tamam, şud. Bu birləşmə sizcə nə ifadə edir? O, başa çatmış bir işin, yerinə yetirilmiş bir tapşırığın, yoxsa səssiz-səmirsiz məqsədinə çatan bir intihar cəhdinin şüarı ola bilərmi? Kiçik bir kağız parçasının içinə həkk olunmuş olan bu sözlər 1948-ci ildə Avstraliyada Somerton sahilində tapılmış bir adamın üstündən çıxmışdı. Tapıldıqda artıq əbədi yuxuya dalmış olan bu adamın ardında qoyub getdiyi sirlər illərdir ki, onun haqqında öyrənənləri çaşbaş salır. Tanış olun, bu Somerton adamının hekayəsidir. ...1948-ci il 1 dekabr. Cənubi Avstraliyanın Adelaide şəhəri Somerton sahilində gəzintiyə çıxan bir vətəndaşın diqqətini qumsalda üzü dənizə doğru uzanmış bir adam cəlb edir. Birinci baxışdan sadəcə yuxudaymış kimi görünən bu adamın əslində ölü olduğu anlaşılır. O, ayaqlarını uzatmış və bir-birinin üstünü aşırtmışdı. Klasik geyimdə tapılan adamın paltarları təmiz və səliqəli idi. Ciblərindən daraq, siqaret, saqqız, avtobus və qatar biletləri çıxmışdı. Geyimi ağ köynəkdən, qarışıq rəngdə qalstukdan, qəhvəyi şalvar, corab və ayaqqabı, həmçinin jilet və deyildiyinə görə Amerikan stilində tikilmiş üst geyimdən ibarət olub. Maraq oyadan məqamlardan biri budur ki, Somerton adamının paltarlarının etiketləri yox idi. Üstündə pul qabı və kimliyi bildirən heç bir vəsiqənin tapılmaması polisi bir intihar hadisəsi ilə qarşı-qarşıya olduqlarına inandırmışdı. Somerton adamı 180 cm hündürlükdə, enli kürək, İngilis, Anglo-Sakson görünüşlü biri idi. Yaşadığı müddətdə fiziki cəhətdən sağlam və gümrah olduğu güman olunurdu. Bədənində heç bir zəhərlənmə izləri görünmürdü. Ancaq daxili orqanlarının bəzilərində anormallıqlar, məsələn, dalağında böyümə aşkar olunmuşdu. Onu tanıyan kiminsə ortaya çıxmaması, həmçinin barmaq izləri və dişlərinin də axtarışa dair nəticə verməməsi istintaqı daha da mürəkkəbləşdirməyə davam edirdi. Polisə verilən ifadələrdə bəzi şahid qismindəki şəxslərin bir gecə əvvəl cansız bədənin yaxınında bəzi adamları, bir nəfərin hətta gecə vaxtı həmin sahildə bir adamın belində başqa birini daşıdığını gördüyü bildirilir. Ehtimallar çoxalsa da, Somerton adamına dair bir çox məqam hələ də qaranlıq idi. Ta ki, 40 gün sonra ortaya çıxan o tapıntıya qədər. ...14 yanvar 1949-cu ildə Adelaide dəmir yolu vağzalında qəhvəyi bir çamadan tapılır. Çamadan 30 noyabr, sahildə ölünün tapıldığı gündən bir gün qabaq vağzalın əşya otağına daxil olunmuşdu. Onun ölüyə aid olduğu ehtimal edilirdi. İçindən yenə etiketləri yırtılmış paltarlar, bir-iki alət, qayçı, fırça kimi əşyalar çıxmışdı. Polisin diqqətini cəlb edən bir əşya tapılan iplik idi ki, məhz onun istehsalı Avstraliyada həmin dövrdə mövcud deyil idi. Somerton adamının şalvarının tikişi ilə bu iplik uyğunluq təşkil etmişdi. Həmçinin geyimlərin üstündə fərqli yazılışlarda T.Kin adı görülürdü. Ancaq sistemdə bu adı daşıyan və axtarışa verilən heç bir itmiş şəxs də qeydə alınmamışdı. Bəlli idi ki, Somerton adamı həyatda ikən bu adla çağırılmırdı. Hələ bu qədər sual bəs deyilmiş kimi, adı naməlum bu adama dair aylar sonra daha bir qan dondurucu tapıntı ortaya çıxır. ...1949 aprel ayında polis ölünün üstündəki şalvarın içinə tikilmiş bir cib olduğunu aşkar edir. Bu cibdən kiçik ölçüdə bükülmüş 4 bucaq bir kağız parçası da tapılır. Kağızın içində tamam şud yazılmışdı. Fars dilindən gələn bu ifadə iş bitdi və yaxud hər şey tamamdır kimi mənaları ehtiva edir. Rəsmilər bunun məşhur fars şairi Ömər Xəyyamın
Rübaiyyələr əsərinin sonunda keçən həmin o kəlmə olduğunu dərhal anlayırlar. Kağızın arxa tərəfi qara olduğu üçün təhqiqatçılar qəzetlərə əsərin məhz həmin cür nəşr olunmuş nüsxələri barədə elan verir. Elanlar öz nəticəsini verir. İyul ayında qəzetdən elanı görən bir adam əlində Rübaiyyələr kitabı polisə müraciət edir. Onun danışdıqlarından məlum olur ki, o bu kitabı Somerton sahilində arxa pəncərəsi açıq saxladığı maşınının oturacağında tapmışdı. Bu qədərlə bitmirdi. Kitabın son səhifəsinin bir qismi yırtılmışdı və tamam şud yazılan kağız cırılan hissə ilə tamamilə örtüşürdü. Növbəti səhifədə bir neçə sətir yazılmış qarışıq hərflər və telefon nömrəsi tapılır. Qarışıq qeyd olunmuş hərflərin bir kodlaşdırma olduğu düşünülsə də, onu açmaq indiyə kimi mümkün olmayıb. Telefon nömrəsi ilə isə əlaqə saxlanıla bilmişdi. Nömrə 27 yaşında bir tibb bacısı olan Jesse Thompsona aid idi. Maraqlısı budur ki, o Somerton adamının tapıldığı nöqtədən sadəcə 100-200 metr aralıda yaşayırdı. Jesse Thompson'ın dediyinə görə onun da əvvəllər Rübaiyyələr kitabı olmuşdu. Ancaq həmin kitabı 2-ci Dünya müharibəsi dövründə Alfred Boxall adında bir adama verdiyini iddia edirdi. Təhqiqatın davamında Boxall'ın həqiqətən də yaşadığı və belə bir kitaba sahib olduğu ortaya çıxır. Jesse Thompson ölən adamın kim olduğunu bilmədiyini və onu tanımadığını deyirdi. Onun danışdıqlarına görə nömrənin də o səhifəyə necə və hansı səbəbdən düşməsi ona qaranlıq qalmışdı. Lakin burada şübhəli məqamlar da var. Onun Somerton adamının üzünü gördükdə verdiyi reaksiya detektivlərin diqqətini cəlb etmişdi. Deyilənə görə bu qadın onu gördükdə dolusunmuş, az qala özündən getmiş, hətta özünü zorla sıxıb saxlamışdı. Jesse Thompson 2007-ci ilə ömrünün axırına kimi bu adamı tanımadığını deməyə davam etdi. Ancaq onun doğru dediyinə həm bir çox təhqiqatçı, həm də öz qızı Kate Thompson şübhə edirdi. Kate öz anasının nələrisə gizlətdiyini, cansız bədənin sahibinin kim olduğunu bildiyinə inandığını söyləyir. Hətta deyəsən Jesse Thompson bir neçə dəfə onu tanıdığını üstü qapalı şəkildə bildirmiş, ancaq dərinə getməyərək söhbəti bağlamışdı. Somerton adamının ölümünə dair indiyə kimi bir neçə fərziyyə irəli sürülüb. Onun intihar etdiyi, ədəbiyyatla maraqlandığı və şeir oxumağı sevdiyi üçün ömrünə tamam şud kimi bir şüarla son verdiyi deyilir. Başqa bir ehtimal isə onun agent olması, öz vəzifəsindən ötürü belə bir sonluqla üzləşməsidir. Bu ssenaridə üstünə ən çox şübhə çəkən namizəd elə Jesse Thompson'dur. Jesse 2-ci Dünya müharibəsində tibb bacısı kimi fəaliyyət göstərmişdi. Bəzilərinə görə o, Sovet agenti idi. Qızının verdiyi müsahibələrdə o, anasının bəzən öz keçmişi barədə nələrisə gizlətdiyi hissinə qapıldığını söyləyirdi. Həmçinin bəziləri tərəfindən bu hadisədə adı keçən Alfred Boxall'ın da müəmmalı ölümdə əli olacağı güman olunur. Somerton adamının ölümünün adı keçən tibb bacısı ilə eşq macərası yaşadığı, ölümünün ya da intiharının da bunun ucbatından baş verməsi də fərz olunub. 2009-cu ildə Adelaide Universitetində professor Derek Abbott tərəfindən bir təhqiqat komandası qurulur. Abbott Somerton adamının fiziki xüsusiyyətlərindən yola çıxaraq bəzi şeyləri kəşf edəcəyini inanırdı. Onun qulaq quruluşu, qulaq boşluqlarının böyüklüyü nadir tapılan bir genə işarə edirdi. Abbott bundan yola çıxaraq Jesse Thompson'ın oğlu Robin Thompson'ın bu adamdan olacağını düşünürdü. Çünki Robin Thompson'un da qulağında eyni nadir tapılan özəlliyi müşahidə olunurdu. Robin Thompson bu axtarış dövründə çoxdan vəfat etmiş olsa da, Abbott onun qızı Rachel Thompson'u tapır və DNT testini onun vasitəsilə aparmaq mümkün olur. Ancaq test ana tərəfdən keçən genlərlə müəyyən olunduğu üçün Somerton adamının Robert'in atası olub olmamağı naməlum qalır.
Nəhayət, 2022-ci ildə Somerton adamının kimliyi açığa çıxır. DNT testləri vasitəsilə onun uzaq qohumları tapılır və adının Carl Charles Webb olduğu müəyyən olunur. 1905-ci ildə Melbourne-da 6 uşaqlı bir ailədə anadan olan Carl elektrik mühəndisi kimi təhsil alıb, sonralarda bu sahədə işləyirmiş. 1941-ci ildə o, Dorothy Dove Robertson adlı bir qadınla evlənir. Evlilikləri belə görünür, uğurlu alınmır. Dove'un vaxtında dediklərinə görə Carl sakit və rahat təbiətli olsa da, bəzən də qeyri-stabil, biraz şiddətə meyilli və egoist bir xasiyyətə malik imiş. Şeir oxumağı və yazmağı sevirmiş və yoldaşının dediklərinə görə ölüm məfhumu onun ən sevdiyi mövzulardan idi. 1946-da Dove öz ərindən yaxa qurtarmaq üçün qaçır və ondan sonra onların arasındakı əlaqə də itir. Carl isə 1947-ci ildə başqa bir şəhərə köçür və ondan sonra ondan bir xəbər alan olmur. 1952-ci ildə onlar rəsmi olaraq artıq boşanmış sayılırdılar. Dove Robertson Carl Webb'in tapıldığı yerə yaxın yaşayırmış. Kim bilir, bəlkə də o, öz yoldaşını axtarmaq üçün yola düşmüş, ancaq əsas mənzilə çatmadan canını tapşırmışdı. Carl Webb'in əlimizdə özünün bir şəkli yoxdur. Sadəcə həmin dövr və məkana aid universitet vaxtlarından tapılan bir fotoda arxadakı bu şəxsin o olduğuna inanılır. Yeri gəlmişkən, onun Thomas Keane adında bir qayna olduğu da deyilir. Bu, çantadakı paltarlarda tapılan T.Keane yazısına biraz işıq tutur. Həmçinin kitabın son səhifəsindəki kodların da onun maraq dairəsi olan at yarışı qumarları ilə əlaqələndirilir. Göründüyü kimi, son illərdə Somerton adamına dair bəzi məqamlar aydın olsa da, onun ölümündə bir çox suallar hələ də aktualdır. O, bu şəhərə niyə gəlmişdi? Nəyə görə onun üstündə bir vəsiqə və ya kimliyinə dair bir tapıntı yox idi? Onun Jesse Thompsonla əlaqəsi nə idi və bu münasibətin bu sirli ölümdə nə kimi bir rolu var idi? Hadisədə Ömər Xəyyamın rübailər əsərinin bir neçə nəfərdə və yerdə üzə çıxması kitabın o dövrdəki məşhurluğundan mı irəli gəlir, yoxsa bunun altında başqa bir məna mı yatır? Nə qədər düşünüb ehtimallar irəli sürsək də, Somerton adamının əsl aqibəti naməlum olaraq qalır.